Arkadaşlar bunu hamısı diyor ya. Bunu Hoş gördük herkesi. Hal-hazırda biz piknik ərazisindəyik. Piknik ərazisində biz bayaq qeyd eləmişdik ki, biz 10 dənə lövhələr qeyd elədik. İstiqamətləndirici lövhələr və təhlükəsiz lövhələr. Onlardan 5-ini artıq biz bu piknik ərazisində yerləşdirdik. Və gələn turistlər də bu lövhələrə baxacaqlar və bu lövhələrdə yazılanlara inşallah riayət edəcəklər. İlk girişdə isə agentliyin logosunu biz qeyd elədik ki, doğrudan da Sım Dincəl Kəşf Et layihəsi Turizm Agentliyi tərəfindən onların dəstəyi ilə həyata keçirildi və icra etdik, yerinə yetirdik. Şükür Allah'ın böyüyünə ki, bu layihəni çox yüksək səviyyədə, böyük uğurla biz yekunlaşdırdıq və bunun da kəndimizə böyük faydası olacaq. Gələn qonaqlar üçün isə böyük bir şəraitin, gözəl bir, patizal bir əlverişli şəraitin yaranmasına səbəb oldu. Hal-hazırda gördüğünüz kimi besidkalarımızın hər besidkada 30'a yaxın müştərimiz rahat dincələ bilməyə üçün şəraiti var. Oturmağa, miz stullarımız var. Ondan başqa onun böyründə görürsünüz, yağışlı havalarda, soyuq havalarda qapalı dayaq yerimiz də var, otağımız var ki, orada da deməli hava soyuq olanda istilik sistemi kimi odun peçindən də orada istifadə edəcəyik. Məngəl simavarları, yəni burada çəpər olmadığı, açıq hava olduğu üçün, yer olduğu üçün müəyyən vəsaitləri həmin otaqda saxlamaq nəzərdə tutulub və qab qaşıqların yuyulması üçün orada xüsusi yerlər biz yaratmışıq ki, yəni rahat orada qab qaşıqlar yuyulsun və orada məngəl qoymağa, ocaq yandırmağa yerləri orada nəzərdə tutmuşuq. Və gələn müştərilər də ki, o lazım olanda o dağlanacaq qapalı otaqda bir paltar dəyişmək, müəyyən məsələlər üçün orada da şəxsi istifadə kimi də edə bilərlər. Və bu besidkalardan da böyründən gördüyünüz kimi çay axır. O çay böyründə də qəşəng bulaqlarımız var. O bulaq suyunu da ora çəkmişik. Yəni gələn müştərilər də rahat o bulaq suyundan da istifadə edə bilsinlər. Gördüyünüz kimi növbəti biz besidkanın yanındayıq. Bu besidkada da 30 nəfərə yaxın turistimiz rahat əyləşib dincələ bilər. Sol tərəfində də çay axır. Burada da görürsünüz qəşəng çayın sərinliyi burada adamı vurur. Burada qəşəng təbiətin qoynunda açıq səma altında burada oturub dincələ biləcəklər. Burada da qəşəng şəraitlərimiz var. Sol tərəfdə isə gördüyünüz kimi burada biz uşaq atrasını burada yaratmışıq. Uşaqlar burada oynayarkən təhlükəsizliyə riayət olunsun deyə, yıxılanda zədə almasın, biz aşağısına rezin plətələrdən döşəmişik. Həmin rezin, yumuşaq rezin plətələri üstündə isə yıxılma heç bir təhlükə olmayacaq. Uşaqlar da burada rahat yerlənəcəklər, dırmaşarlar, öz buranın dadını çıxardacaqlar. Doğrudan da bu da gələn müştərilər üçün çox gözəl bir şərait yaradır ki, ailəvi gələn kişi, uşaqlarla gələn qonaqlar isə valideynlər öz oturarlar yeyib içməyə, uşaq da burada əylənəcək valideynin gözü qabağında, valideyn də rahat öz pikniğini edəcək, uşaq da rahat öz istirahatını edəcək, əyləncəklə də vaxtını keçirəcək. Bu həm gələn müştərilər üçün bura rahatçılıq olacaq, həm gələn müştərilərin uşaqları da burada rahat dincələcəklər. Bu da bizim bu piknik ərazisinə xüsusilə daha gözəl bir rəng qatacaq. Ümumiyyət götürəndə Sım Dincəl Kəşf Et layihəmiz uğurla başa çatır. Yaratdığımız hər nə yaratdıqsa çox təbii, yüksək səviyyədə, yüksək keyfiyyətlə yaradıldı. Plakatlarına qədər bu işdə dəstəyi olan hər kəsə dərin minnətdarlığımızı bildiririk. Turizm Agentliyinin nümayəndələrinə, Turizm Nazirliyinə hər kəsə minnətdarlığımızı bildiririk. İnanırıq ki, belə layihələr bu ərazidə bundan sonra da daha da çox olacaq və bu layihələr çərçivəsində turizm kəndi olan bu Sım kəndi daha da yüksək zirvələrə doğru irəliləyəcək. Bu da bizə
çok sevindirici bir vaxta təsadüf etdi. Bugün Ramazan ayıdır, artıq Ramazan ayının 3-cü günüdür. Bu ayda biz öz layihəmizin yekun xeyir duamızı veririk ki, uğurlu olsun, ardı davamlı olsun. Hər kəsə təşəkkür və minnətdarlıq bildiririk. Ya kafalar ondan bir abidə sonra. Onun